Axşamınız xeyir olsun. Siz yenə də topuğa baxırsınız. Yenə də Çempionlar Liqa həftəsi və Çempionlar Liqasının cavab oyunları varsa, əlbəttə ki, bizim təxminlər, bizim analizlərimizdə var. Əgər siz də mərc edirsinizsə, 100% bunu VB Topazda edin. Özdə VB Topazda dəyişikliklər var. Dostlar, VB Topazda bonus şərtləri dəyişildi. Əvvəllər həftəlik minimum 1000 AZN dövrəyə edənlər qazana bilirdi, amma artıq sizlərin rahatlığı üçün limit şərti aradan qalxdı. Yəni həftə ərzində 1000 manatdan daha aşağı dövrəsi olanlar da artıq bizdən bonus ala biləcəklər. Necə? Çox sadə. Sadəcə həftə ərzində voucher aldıqda 244 751 kodunuzu seçirsiniz, sonra www.pay seçirsiniz və ikinci günlər 0 10 100 12 34 yazaraq müraciət etməyi unutmayın. Bonusunuz hesablanıb 24 saat ərzində ödənəcək. Daha ətraflı 724 nömrəyə yazaraq məlumat ala bilərsiniz. Unutmayın, mərcin leqalı ən gözəldir, üstəlik bonuslarla. Dostlar, əlbəttə ki, bu təxminlər, bu analizlər sırf mənə məxsusdur. Yaxşı olar ki, öz intuisiyavıza da, öz analizlərinizə və öz təxminlərinizi də mən dediyimlə birləşdirib bir qərara gəlib elə bir şey deyəsiniz ki, sonra heç kimi günahkar çıxartmayasınız. Bu həftə Çempionlar Liqasında əlbəttə ki, cavab oyunlarıdır və hər bu mərhələlərdə maksimum bir-iki dənə sensasiya olur. Mənim də öz sensasiya bir təxminlərim var, hansı ki 10 nəfərə demişəm, onu da deyib ki, sən başın xarabdır, mümkün olası deyil. Bu haqda birazdan danışacaq. İndi isə istəyirəm birinci oyunumuz haqqında danışaq. Bavariya, Real Madrid. Bəli, Real Madrid də bildiyiniz kimi Çempionlar Liqası komandasıdır. Yəni 2-1 hesabı Real Madrid üçün heç nədir. Yəni bir də gördün ki, gözlənilməz yerdə tap vurdu, keçdi səni və Bavariya isə mənim ilk Çempionlar Liqası başlayandan favoritimdir və mən axıra qədər də öz iddiamda qalıram ki, Bavariya bu il Çempionlar Liqasını götürəcək. Çünki Kompany'nin oynadığı futbol çox xoşlayıram və sastavı çempionski oyun oynayırlar. Ona görə nə qədər Real Madridin sensasiyasına yüklənməyə falan inanan çox olursa, mən Bavariyaya inanıram və Bavariyanın qələbə 3-5 üstünü də görürəm bu oyunda. Nə bilim, mən Bavariyaya inanıram. Növbəti oyunumuz Arsenal Sporting Lisabon. Bəli, ikinci günün sensasiyasını gözləyirəm. Çünki Arteta artıq aprel başlayandan biraz başlayıb altın vurmağa. Nə bilim, həm liqada, həm də ki Sportinglə 1-0 oynadı. O da güclə bala 90 plusda vurdular. Yəni qılaqıl keçdi də. Ona görə Sporting isə yəni Bodo Glimt'i necə Arsenal'la da elə çıxan kimi ancaq hücum futbol oynayacaq. Düzdür, o deyirlər 2 dənə dünyada güclü müdafiəçisi var, o da Arsenal'dadır. Amma yenə də Sportingdəki Suarezə, Trinkao'ya çox inanıram və elə gəlir ki, mənə Sporting Lisabon Arsenal keçəcək, ikinci sensasiya bu olacaq, amma Arteta da uşaq deyil. Amma bu oyunu 2.5 üst görürəm, çünki hər iki komanda qol vurmağa çalışacaq. Növbəti günlərdə isə Avroliqamız var. Bəli, Celta Vigo Freiburg oyunu. Freiburg dediyim kimi mənim üçün Avroliqanın favorit komandasıdır. Birinci oyunda da qalib oldu, düzdür. Amma bu Celta öz evində çox gözəl futbol göstərir. Ola bilsin ki, Freiburgdan hətta qələbə də qazana bilər. Bu oyunu hər iki komandanın qolu görürəm. Çünki Celta başlayan kimi hücuma atılacaq. Kontratakda da Freiburg ən ideal komandalardan biridir. Bu oyunda hər iki komandanın qolunu təxmin edirəm. Məncə də Freiburg bunu keçəcək asanlıqla. Telefon düşdü, Freiburg'un cavabçısı tutdu. Real Betis Braga. Braga'ya çox inanırdım, amma son oyunda Real Betis'lə nə qədər cırışma oyunu olsa da yaxşı futbol göstərmirdilər. Ona görə amma Real Betis də son liqa oyunlarında da artıq sastavda əsas oyuncuları salmamışdı. Çünki bilirdi ki, düşünürdü ki, 2 gün, 3 gün sonra oyunu var. Ona görə Real Betis tam güclə çıxacağına görə Real Betis'ə çox inanıram. Bu oyunda heç bir qol təxminim yoxdur. Künc zərbəsi var. Çünki hər iki komanda atak oynayacaq və məncə künc zərbəsinə daha meyilli olacaq və Real Betis'in şəxsi 5.5 künc zərbəsinə inanıram. Real Betis məncə elə bəlkə də time'da elə 6 dənə künc zərbəsi gəldi, amma tam oyun olaraq 5.5 künc zərbəsi görürəm. Növbəti oyunumuz Aston Villa Bologna. Aston Villa da liqada sonuncu oyunu 1-1 oynadı və Bologna da son oyunda tam gücünlə çıxmadığına görə inanıram ki, bu oyunda da full özlərini göstərəcəklər. Bu oyun 2.5 üst görürəm. Nəyə görə? Çünki Aston Villa da artıq
dördlükdə yer alır və o da düşünür ki, Avroliqa onun üçün udmaq, yəni çox lazımdır. Özü də iddialıdır, ən güclü komandalardan biridir. Bu il Emery'nin yəni göstərdiyi futbol Aston Villa'nın köhnə oyunlarını xatırlayır. Yəni Aston Villa çox inanıram, amma Bologna da bu il İtaliya çempionatında çox bomba oyun göstərir. Avroliqanın oyunlarında da qrup mərhələsindən tutmuş play-off mərhələsinə qədər əla oyun göstərir və hər iki komandanın qola meyilli olduğuna görə bu oyunu 2,5 üst təxminini eləyirəm. Və Avroliqanın 23:00 olan son oyunu Nottingham Forest Porto oyunudur. Nottingham Forest çox əla oyun göstərir. Yəni doğrudan da mən gözləmirdim ki, Nottingham'ın belə bir comeback olacaq falan. Onlar üçün bu hələ bir bütün həyatının futbolda. Yəni onlar ikinci liqadan çıxandan sonra bura qədər gəlib çatıblar və düzdür Porto kimi güclü komanda olsa da rəqibi maksimal dərəcədə oyun göstərirlər, amma Porto da bu çempionatların şahıdır. Bu çempionatlarda həmişə favorit kimi görsənir. Bu oyunda Nottingham Forest evdə olduğuna görə qolunu görürəm və Portonun da qolunu gördüyümə görə hər iki komandanın qol təxminini eləyirəm. 2,5 üst təxmini olar, amma nədənsə hər iki komandanın qol təxmini daha real gəlir mənə. Əlbəttə ki, konferans liqası var. Bizdə Azalkmaar Şaxtyor, bəli, Arda Turanın çağırtdırdığı Şaxtyor Azalkmaara 3-0-dan ikinci tayımın elə bir ikinci hissəsində fantastik futbol göstərdi, amma Hollandiyada onlar üçün çox çətin olacaq. Nə qədər də taktik futbol oynasa da Azalkmaar Hollandiyada. Yəni birinci oyunda üst gəlib, ikinci oyunda üst gözləyirəm. Hətta 3-0 Azalkmaar udub şeydə keçə bilər, ekstra da gedə bilər oyun. Ona görə risksiz olaraq Azalkmaarın 2 topunu görürəm bu oyunda. Yəni SK 1-5 üst. İkinci oyunumuz isə AEK Rayo Vallecano'dur. Bəli, AEK nə qədər də əla futbol göstərsə, Rayo Vallecano'ya çox bir məhəbbətim var konferans liqasında. Hətta İspaniya liqasında da bomba oynayır. Bu oyunda birinci oyuna qədər belə istədiyim kimi olmasa da ikinci oyuna full köklənmək lazımdır. Çünki AEK öz evində çox vaxtı üstə oynayır və Rayo Vallecano da səfərdə hər dəfə bir qol vurur. Ona görə bu oyunda 2,5 üst təxmin edirəm. Çox güvənirəm ki, AEK Rayo Vallecano'nu keçəcək konferans liqasında. Fiorentina Crystal Palace. Mənim üçün həmən günün oyunu budur. Çünki həm Fiorentina, həm Crystal Palace İmini Avroliqada əla oyunlar göstərirlər. Birinci oyun nə qədər də fərqli olsa, ikinci oyuna heç bir qol təxminim yoxdur. Bu oyuna ancaq yenə də künc zərbəsi 10,5 üst künc zərbəsi görürəm. Çünki bu oyunda da hər iki qapıya doğru ataklar olacaq və qapıcı xilaslarını da belə nəzərə alıb künc zərbəsi düşünürəm. Düz İtalyan futbolu həm müdafiə, amma Fiorentina evdə çox gözəl oynayır. Ona görə künc zərbəsi ən ideal təxmindir və 10,5 künc zərbəsi görürəm. Və son oyunsa Strasbourg-Mainz oyunudur. Bəli, Mainz birinci oyun nə qədər də fantastik oyun göstərsə də Strasbourga çox inanıram mən bu komandaya. Strasbourg yəni Fransanın belə qanlı bir komandasıdır. Ona görə bu oyun maksimal dərəcədə özünü verəcək oyunu, amma Mainz da yəni Almaniyanın nəhəng klublarından biridir. Bu oyunda da çox qollu bir oyuna oxşuyur. Sadəcə Strasbourgun dəqiq qolunu təxmin etdiyimə görə Strasbourg 2 topunu, yəni SK 1-5 üst təxmin eləmək istəyirəm. Məncə Mainz adlayacaq bu etapı, amma Strasbourgda bu günləri elə belə Mainz-a verməyəcək bu oyunu. Bugünkü təxminlərim bu qədər idi əziz dostlar. Topuğu izləməyi unutmayın. Bizi TikTokda, Instagramda, Telegramda və YouTube'da izləməyi unutmayın. Sizinlə mən idim Vaxo. Çalışın ki, düzgün mərc eləyəsiniz və ən əsas da legal.